siz də dediniz ki, dəbdəbəli toy keçib. Toyun dəbdəbəsi, dəbdəbə deyəndə, yəni ki, mən başa düşmürəm, kim gəlmişdi? Jennifer Lopez gəlib oxuyurdu orada, bilmirəm, Taylor Swift gəlmişdi ora, adlı sanlı Rusiyanın müğənniləri gəlmişdi, hansı ki, yəni ki, dəbdəbəli toy, birincisi, dəbdəbə deyəndə burada 300-400 adam iştirak eləməlidir. 50 nəfərlik toy, 50 nəfərlik toy və hamısı dünyanın müxtəlif ölkələrindən və əsasən Rusiyadan gələn bəyin dostları və qardaşımın yəqin ki, orada indi tanıdığı insanlar dəvət olunublar, gəlib iştirak ediblər. Yarı ayaq üstə, yarı masa, çöldə, həyətdə bir toy olur və əgər orada indi o atəşfəşanlığı göstərilirsə də, mən hər gün elə müxtəlif yerlərdə atəşfəşanlıqdan qulaq tutulur Azərbaycanda da. Və orada cəmi 2 müğənni olub. Azərbaycanın ən zəif bir toyunda onlarla müğənni gəlib oxuyur. Onlarla müğənni gəlib oxuyur. Yəni, bu dəbdəbə nəyə deyilir ki? Yəni, ora bir 50 nəfərlik toyun nə dəbdəbəsi? Və insanın özünün işi var, müxtəlif yerlərdə, ölkələrdə işləyib, özü gidib danışıb, olub. Yəni, burada şirdiləsi və mənə bağlanası bir məsələ yoxdur. Ümumiyyətlə, insanlar və bu qulaq asanlar və vətəndaşlara demək istəyirəm ki, hər bir Azərbaycanda ümumiyyətlə, bilmirəm, indi subyektivmi, obyektiv səbəbdən yaranıb ki, əgər kimsə tanınan bir şəxsdirsə, öndədirsə, onun adı tanınırsa, şəxsiyyəti tanınırsa, qohum əqrabasında nə baş verir, onun üzərinə yüklüyürlər. Bu nə dərəcədə ədalətli və düzgün ola bilər və onu yazanlar da, deyənlər də çox gözəl bilirlər. Çünki hər bir kəsin ailəsində qardaşı da var, atası, anası var, bacısı var, əmisi oğlu var, dayısı oğlu var. Və hər bir kəsin ailəsində kiminsə az-çox pulu var, kiminsə az-çox vəzifəsi var, kiminsə az-çox ayaq üstündə dayanmaq imkanları var. İndi o insanlara sual verirəm ki, o insanların qazandıqları sizə nə verir? Hər bir kəsin ayrı ailəsi var və hər bir kəsin öz evində öz qazancı özünündür. Heç kim gətirib heç kimə çörək vermir. Qardaş da olsun, bacı da olsun. Bir imkan olanda, hər hansı bir çətinliyə düşəndə, insan xəstələnəndə, insanın bir ehtiyacı olanda gedib kimə sağız açırsan və gəlib sənə kömək eləyər. Heç kimin qazancı, heç kimin deyil. İnsan, bir insanın insana veriləcək, təmənnasız veriləcək sevgi və maddiyyat ancaq ata-anadan gəlir. Və bunu hər bir kəs öz ailəsində də görüb və bunu da bilirlər. Keçirəm mən toylara qarşı olduğuma. Bugün də mən dəbdəbəli toylara qarşıyam. Və mən qardaşımın dəbdəbəli toy etdiyini düşünmürəm. Cəmi 2 nəfər müğənni olub. Yəni, görünür də, videolardan da görünür. 50 nəfərlik toy. 50 nəfər dəvət edib, onun da haradasa bir belə mənindir. Onu da mənə indi deyirlər ki, 42-45 nəfər arası adam gəlib. Yəni ki, ondan da müəyyən hissəsi gələ bilməyib. Müəyyən deyək, biletdən ya nədəsə gələ bilməyiblər. Toyda indi 10 tamamda qutarıb, 10-a qalmış, toyda bitib. 6-da başlayıb, hə? 6-da mı başlayıb? 5-də başlayıb. Bizim toylar kimi. Bəli, 5-də başlayıb, 10-da onun yarısında bitib toy. Yəni, burada hansı dəbdəbədən gedir ki, burada hansı bir dəbdəbə? Yəni, bugün biz Azərbaycan toylarına baxsaq, yəni, onlarla çeşid, kabablar, yeməklər, cürbəcür, hər cür masaya gəlir. Allah hər bir kəsin evinə toy qismət eləsin və mən toyların əleyhinə deyiləm ki, kimsə övladına gözəl toy eləməsin. Sadəcə olaraq mən israfçılığın əleyhinəyəm. Söhbət burada toya, hər kəsin toy gözəl günüdür, toyu gözəl keçirməlidir. Sadəcə olaraq israfçılığın əleyhinəyəm ki, masaya qoyulan yeməklərin 80% yeyilmədən atılır. Bu israfçılığa niyə yol verilsin? Və ikinci mənim toylarla bağlı əsas mənim və narahatçılığım və bugün o narahatçılığı demək istəyirəm ki, səsin təzyiqi ilə bağlı olub. Bu dünyada qəbul olunmuş 90 dB-yə kimi də Azərbaycanda 120-yə çatır və qulaqları deşir az qala. Və toy, şadlıq evləri də səs uducu
izolyasiya ilə əhatə olunmayıblar. Bunun üçün dövlət standartının qəbul olunmasını təklif etmişdim ki, qoy insanların sağlamlığına ziyan dəyməsin. Mən insanların maraqlarına və hər bir kəsi narahat edən məsələlərə fikir bildirmişdim və bugün də o fikirdəyəm. Əgər mən gedib insanların qulağını batırsam, özüm toy etsəm, israfçılıq etsəm, səsi küyü qaldırsam, o cür hallara yol versəm, insanların məni qınamağa haqqı var.